Mərkəzi Kitabxananın direktoru Gültəkin xanıma vermək istəyirəm. Bizim qəhrəman şəhidimiz 13 Cəfərovun xatirəsinə həsr etdiyim Şahin Gözlü İsmail Bey kitabının təqdimatlarından biri də məhz Qusar rayon Mərkəzi Kitabxanasında olmuşdu. Gültəkin xanım sadəcə Olegin ailə üzvləri deyib, biz bacardığımız qədər şəhid ailələr dəvət etmişdik həmin tədbirə. Hər birinə yüksək diqqət və qayğı ilə yanaşmışdı. Əziz şəhid ailələri, əziz qurbanlar, dəyərli sərkəşlər, sizləri salamlayıram və qarşınıza gələn şanlı səfərimizin 5-ci bir günü ilə bayram günü ilə, başqa bir münasibət ilə sizləri təbrik edirəm. Mənə öncə burada çıxış edənlərin söylədikləri kimi, əlbəttə zəfərimiz Azərbaycan ordusunun müzəffər Şah komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalmış qurbanlarımız 44 il ərzində şəhidlərimizin qanını canı bahasına əldə edildi. Ancaq biz hamımız tarix bilirik ki, torpaqlar qansızlık hissi əldə edilir. Bunun tarix vətən uğrunda ölüm vaxtı vətəndir. Ancaq biz bilirik ki, hamımızda bir ölüm haqqdır, ölüm hamımız üçün var. Bir gün hamımız ölümümüzü değişdik, dünyamızı değişdik. Ancaq bizim qəhrəmanlıq tarixini yazan şəhidlər Azərbaycanın zəfər tarixini qızıl hərflərlə yazaraq tarixə yazıldılar. Onlar Azərbaycan nə qədər yaşayacaqsa, nə qədər var olacaqsa, bizim şəhidlərimiz də hər an var olacaqdır. Onlar yaşayacaqdır. Onlar qısa müddət ərzində, onların Allahın verdiyi ömrü bir qısa müddət ərzində yaşasalar da, ancaq onlar tarix boyu yaşayacaq, dastanlarda, kitablarda ömrü boyu onlar birdən dilə keçərək, kitablarda oxunaraq onların adı həq olunacaq, onlar yaşayacaqdır. Mənim bugün şehit analarından bir ricam vardı ki, çünkü sizin evlatlarınız bizim hamımızın evlatlarıdır. Sizin karşınızda biz baş eğirik. Siz bundan sonra bizim Azərbaycan halkı həmişə qadın qəhrəmanları ilə tanınır. Bizim nigarlarımız, hecərlərimiz olur. Siz fəxr etməlisiniz ki, sizin evlatlarınız, sizin tərbiyə etdiyiniz oğullarınız vətən uğrunda canlarını fəda verdi. Onlar tarixə yazıldı. Siz gürur hissi duymalısınız. Siz bundan sonra başınız eğri, beliniz bükülü olmayın. Qoy sizin başınız uca olsun, beliniz dik durun. Ürəyinizdəki o miskili, o acını, gözünüzdəki yaşı, duyğunuz, o fəxr duyğunuz sizin ürəyinizdəki o miskili qırağa çəksin, üzünüzdə təbəssüm uyansın. Siz ölüm hamısı var, ancaq sizin evladlarınız tarixə, qəhrəmanlıq tarixini yazan oğullar oldu. Və bundan sonra biz hamımız istərdik ki, siz də bizim aramızda bu sözü mən səhv eləyirəmsə üzürlü sayın. İstərdik ki, sizin də ürəyiniz gülərək bizim aramızda həm üzürlü kimi yox, sizin də ürəyiniz şad olub görək. Qoy fəxr edəsiniz, siz də ki, sizin evladlarınız qəhrəmandır. Biz sizin evladlarınızın, şəhidlərimizin ruhu qarşısında baş eğirik. Sizlərin qarşısında baş eğirik. Sizin evladlarınız, təkcə sizin evladlarınız yox, bütün Azərbaycan xalqının evladlarıdır.